yel yatar, tufan yatar, yatmaz Hüseynin pərçəmi, bayrağı. Yəni 1387-ci ildir ki, hələ o bayraq yatmayıb, pərçəm dalğalanır. Qiyaməti icəndə neçə əsr, neçə yüz əsr davam eləsə də belə, yenə o davam edəcək. Ona görə bunu həm tarixdən, həm də bu qısa ömrümdə ki, bu 41 ilin 30 ilini, 31 ilini ki, bu dini camiyyədə 9 yaşından mədrəsədəyəm, öz bu kiçik həyat təcrübəmdə də mən onun şahid olmuşam ki, kimlər ki, İmam Hüseyin əleyhissalama qarşı çıxıb, kimlər ki, öz gücünü onun qarşısında güc kimi bilib göstərib, son aqibəti xoş olmayıb, son aqibəti yaxşı olmayıb. Ona görə İmam Əli əleyhissalam buyurur ki, "Ma əksərəl ibar və əqəlləl i'tibar." Dünyadan ibrət götürüləsi şeylər çoxdur, amma götürənlərsə çox azdır. Barıb, heç olmasa tarixə yox, yaxın keçmişimizə biz baxsaq ki, İmam Hüseyin əleyhissalamın məclislərində, onun ziyarətində edilən o qadağaların nəticəsində nələrlə qarşılaşıblar, kaş insanlar bundan bir ibrət alıb və nəticə götürürdü.